Əzələ artımı üçün qidalanma ilə bağlı 6 mif. Birinci mif. Əzələ artırmaq üçün idman əlavələri mütləqdir. Əslində belə deyil. Protein, kreatin və digər idman əlavələri sadəcə köməkçi vasitələrdir. Onlar olmadan da əzələ artırmaq mümkündür. Adi qidalar bunun üçün kifayətdir. İkinci mif. Yağ yığmadan əzələ artırmaq olar. Təbii yolla bu demək olar ki, mümkün deyil. Əzələ artırmaq üçün kalori artıqlığı lazımdır. Həmin kalorinin bir hissəsi əzələyə, bir hissəsi isə yağa gedəcək. Ona görə də əzələ artırma mərhələsindən sonra adətən yağ azaltma mərhələsi gəlir. Üçüncü mif. Nə qədər protein çox yesən, bir o qədər yaxşıdır. Proteinin rolu çox vaxt şişirdilir. Məşq zamanı bədən əsasən karbohidratlardan enerji alır. Protein isə xüsusilə pəhriz zamanı əzələ kütləsini qorumaq üçün vacib olur. Dördüncü mif. Qadınlar da kişilər kimi qidalanmalıdır. Bu tam doğru deyil. Qadın və kişilərin enerji və qida maddələrinə olan ehtiyacı fərqli ola bilər. Ona görə də qidalanma planı hər kəsə fərdi şəkildə uyğunlaşdırılmalıdır. Və 5-ci mif. Məşqdən sonra 30 dəqiqə ərzində protein qəbul etməlisən, yoxsa əzələlərin əriyəcək. Əslində bu isə belə deyil. Anabolik pəncərə adlandırılan bu vaxt düşündüyün qədər qısa deyil. Söhbət dəqiqələrdən yox, bir neçə saatdan gedir. Əgər məşqdən əvvəl normal qidalanmısansa, məşq bitən kimi protein içmək üçün tələsməyə ehtiyac yoxdur. Ən vacib olan gün ərzində kifayət qədər protein qəbul etməyindir.